Salam hörmətli izləyicilər, sizi bir xatadan qorumaq istəyirəm. Şəhərimizdə deməli təkər təmiri məntəqələri var, düz yolun qırağındadılar və indi görəcəksiniz, maşının yanından keçirik. Təmir edən oğlan dizi üstə duraraq təkər təmir edir. Təhlükə ondan ibarətdir ki, siz onun yanından keçəndə həmin oğlanın müvazinətini itirib düz təkərinizin altına düşə bilər. Ona görə onun yanından keçəndə, belə təmir işləri görən, dizi üstə duran adamlardan keçəndə biraz aralı keçin ki, yıxılsa onun başı deməli maşının altında qalmasın. Biz biraz sola vermişik ki, yıxılsa da maşının altında qalmasın. Diqqətinizə görə çox sağ olun, özünü qoruyun. Biz kurslarımızda elə şeylərə fikir veririk ki, elə xırdalıqlara fikir veririk ki, elə təhlükələri nəzərə çatdırırıq ki tələbələrə. Hansı ki, bəzi 10 ilin sürücüləri bunu görmürlər. Amma bizim videolara baxan izləyicilər də yəqin ki, çox ehtiyatlı olacaqlar. Diqqətinizə görə çox sağ olun.